Görünən cümlələr nida cümlələrinin vasitəsiz nitqdən vasitəli nitqə çevrilməsi qaydalarına aiddir daha doğrusu. Burada hər birində məsələn, tutaq ki, birini götürək. Birincisində elə göstərilir. She says, wow, what a beautiful shirt it is. Burada wow duyğunu bildirir. Yəni, nida cümləsi bilir ki, hiss, həyəcan, duyğu bildirir. Və yaxud da İkincisində belə bir nida sözü yoxdur. Yəni, nitq hissəsi olaraq nida bildirən söz yoxdur. Amma cümlə how ilə başladığına görə bilirik ki, bu nida cümləsidir. Məsələn, 75-də hurra sözü var, 76-da alas sözü var. Bu sözlər hər biri bizim üçün bir ipucudur. Test işləyərkən, məsələn, 74-cü testdə desək, burada göstərilir ki, she says how intelligent your brother is. Əvvəlcə yadımıza salaq ki, say sözü say olaraq vasitəli nitqə aid olan cümlələri çevirəndə dəyişilir. Hər birinin özünün qaydaları var. Sual cümləsində ayrı olur, nəqli cümlədə qala bilir, sualda dəyişilir. Nida cümləsində də say, tell, bu tipli sözlər qalmamalıdır. Nida cümləsi ingiliscə exclamatory sentence olduğuna görə exclaim sözü ilə daha çox verilir. Yəni, exclaim də həyəcanlanmaq, bildirmək, duyğulanmaq sözüdür. Burada exclaim sözü C, D, Y variantlarında var və hər birində də məsələn C-də yazılıb with surprise, D-də with grief, Y-də with surprise yenə yazılıb. Bu deməkdir ki, biz dırnaq arasındakı cümlənin hansı ifadə ilə, hansı duyğu ilə ifadə olunduğunu tapmalıyıq. Yəni, bu oğlun çox intelligentdir, çox alicənabdır deyəndə sürprizdən təəccüblənirmi, kədərlənirmi? O duyğunu tapmalıyıq, da təxmin etməliyik. Belə ki, grief sözü, kədərlənmək sözü olmaz. Çünki birinə bu sözü deyəndə adətən qürurlanırsan, tərifləmək niyyəti ilə deyirsən, kədərlənmək düz gəlmir bu vaxtı. Ona görə də C və Y arasındayıq. C bəndində cümlənin ardına baxaq. That how intelligent is your brother? Burada mübtəda xəbər ardıcıllığı pozulub. Yəni, your brother is olmalıdır da. Is your brother artıq sual cümləsinə doğru dəyişməlidir. Bizdə də bilirik ki, sual cümləsindən də hətta vasitəli nitq hətta sual cümləsini dəyişəndə belə nəqliyə çevrilir. Deməli, sual kimi qalmamalıdır. Y bəndi ən uyğun cavabdır. She exclaims with surprise that your brother is so intelligent. Burada sadəcə olaraq so sözü artırılıb ki, hissin, duyğunun daha da vurğulasın deyə. Növbəti cümlədə də məsələn 75-i də nümunə çəksin. 75-də deyir, the man says, hurra, I won the lottery. Kişi deyir ki, hurra, mən loteriyanı qazanmışam. Deməli, burada da tells, says kimi sözlər lazım deyil. C, D, Y variantlarından istifadə eləmirik. A və B variantları arasında exclaimed sözü olduğuna görə sonrakı duyğunu tapırıq. Yəni, hansı hisslə deyildiyini. With anger, yoxsa with joy. Anger. Or with joy, yəni hisslə, əsəblə deyilib, yoxsa sevinclə deyilib. Təbii ki, loteriya qazanan adam sevincindən hurra sözünü işlədir də. Odur ki, burada with joy B bəndi uyğun gəlir.